Artıq 5 il idi ki, taksi sürücüsü işləyirdi. Həqiqətən də müxtəlif insanlarla, talelərlə rastlaşmışdı. Mehriban ailələr də, yol boyu didişə-didişə danışanları da görmüşdü və istər-istəməz özünün olmayan, baş tutmayan ailəsini onlarla müqayisə edib, hər dəfə də özünə lənət yağdırırdı. Günlərin bir günü qəza törətdi. Yolu qırmızı işıqda keçən piyadanı vurdu. Bəxti gətirmişdi, adam yüngül zədələnmişdi. Aldığı cəza da yüngül olmuşdu. 6 ay idi ki, həbsxanada idi. Bir gün açıq havada gəzintidə bir gənclə rastlaşdı. Sən burada neynirsən? Oğluna acıqlanan ata kimi soruşdu. Gənc qaşlarını çatıb tanınmadığı adama baxdı. Məni tanıyırsan? Təəccüblə soruşdu. Nadir kişi yaxınlaşıb, yox ay oğul, deyirəm, yəni bu yaşında sən necə olub bura düşmüsən? Beləcə tanış oldular. Tədricən aralarında hörmət, etibar yarandıqca, hər gəzinti vaxtı binanın divarı dibində günəşdən daldalanaraq söhbət edirdilər. Vahid başına gələnləri danışdı. Biri ilə dava edib, bir balaca baş gözünü əzmişəm. Yoxsa, yox, şükür sağdır. Allah üzümə baxdı. Vallah günah özündə oldu. Xalqın qızında nə işi var idi ki? Deməli yüngül iş kəsdilər. Hə, il yarım. Təmiz, qanacaqlı, təəssübkeş olan bu oğlan Nadirin ürəyinə yatmışdı. Onunla arada söhbət edir, lazım gəldikdə böyüdük edir, nəsihət verirdi. Məlum məsələ, dustaqlar arasında hər cür adamlar olur. Onların arasında qatil də, oğru da, narkoman da olur. Onların təsirinə düşməsin deyə Vahidi qoruyurdu. Dustaqların arasında yırtıcı təxəllüslü biri var idi. Çox qəddar, rəhimsiz olduğu üçün ona belə ləqəb qoyulmuşdu. Hamının gözünün odunu almışdı. Yaman qumarbaz idi. Kimdən pul qoxusu alırdısa, mütləq oynamağa məcbur edirdi. Vahidə də yanaşmışdı. Yazıq uşağın nəyi var idi ki, tək anasından başqa. O da ayda bir dəfə güclə gəlib oğluna baş çəkə bilir, 5-10 manat ehtiyacı olar deyə pul verməyə imkan edirdi. Vahid ona yalvarır, gəlmə ana, əziyyət çəkmə deyirdi. Anasını orada görmək ona ağır gəlirdi. Özünü söyür, o gəlib gedəndən sonra uşaq kimi ağlayırdı. Anam məni zülmlə tək böyüdüb. Mən gərək yalnız müdafiə etdiyim qızı yox, anamı da düşünəydim deyirdi. Olur oğul, adamın başına nə vaxt, harada nə iş gələcəyini heç kəs bilmir. Pis əməldən, hadisədən heç birimiz sığortalanmamışıq. Sən üzülmə, döz, tezliklə çıxarsan, işləri qaydasına qoyarsan. Nadir bacardığı qədər ona təsəlli verirdi. Bir gün yırtıcının gəzinti zamanı Vahid ilə sözləri çəp gəldi. Yenə onu qumara cəlb edəndə, oynamıram, əl çək deyən Vahidə, de ki, kişi deyiləm, pulum yoxdur da, deyib lağ etmişdi. Vahid də ona adamlar içində sərt, tutarlı cavab vermişdi. Onun bu hərəkəti yırtıcıya xoş gəlməmişdi. Vahidə bir yumruq vurub ağzını qanatmışdı. Vahid də bunun cavabında ona möhkəm bir yumruq atmışdı. Nadir kişi ilə digər yaşlılardan ürək edənlər onları güclə ayırmışdılar. Yırtıcı qalsın qulluğunda deyib onu hədələmişdi. Bu hadisə hamını heyrətləndirmişdi. Çünki bu günə kimi heç kəs cəsarət edib yırtıcıya bir söz deyə bilmədiyi halda 21-22 yaşında bir gənc ona yumruq atmışdı. Nadir kişi o gündən çox narahat idi. Bilirdi ki, yırtıcı Vahiddən bunun acığını çıxacaq. Üst-üstə iş almış, ömrü həbsxanalarda keçmiş bu adamın itirəcəyi bir şey yox idi və o mütləq ayaqlar altına atılmış yalancı avtoritetini yenidən ucaltmaq üçün Vahidi mənən də olsa əzməli idi. Odur ki, Vahidi gözdən qoymur, hər gəzintidə yeməkxanada həm onu, həm də yırtıcını izləyirdi Nadir kişi. Onun Vahidə necə nifrətlə baxdığını, gözlərinin qaynamasını dəfələrlə görmüşdü. Ay oğul, sən özünü qoru, bu alçaqdan hər vaxt qəfil hücum gözləyə bilərsən deyə ona dönə-dönə ayıq-sayıq olmağı tapşırmışdı. Sən qorxma Nadir kişi, mən də hazırlıqsız deyiləm. Vahid döyüşə hazır adam kimi Nadiri arxayınlaşdırmağa çalışırdı.
Necə yəni? Qorxmuşdu Nadir kişi. Bax ha, əlindən bir xəta zad çıxardarsa, vaxtın daralıb, bir-iki aya bu xarabanı tərk edəcəksən. Ananı düşün bala, narahat olma. O mənə toxunmayınca onda işim olmayacaq. Nadir kişi Vahiddə olan dəyişikliyi duymuşdu. Gənc adam üçün il yarım az müddət deyildi. Nə qədər çalışsa da adamda müəyyən xarakter, davranış dəyişikliyi mütləq yaranır. Xüsusən gənc yeniyetmə yaşlarında xarakterinin, vərdişlərin formalaşdığı dövrdə kimlərlə oturub durduğunun böyük təsiri var. Vahid də dəyişmişdi. Bir qədər əvvəlki ildən fərqli olaraq sərt, ötkəm, tədbirli olmuşdu. Narahatlıq keçirdiyini hiss edirdi Nadir kişi. Onun hazırlıksız deyiləm deməsi Nadir'in rahatlığını pozmuşdu. Burada yırtıcıdan əziyyət görənlər gəncin ağlına girər, əlinə kəsici, zərər verici alət də verə bilərdilər. Vahidin o mənə toxunmayınca onda işim yoxdur deməsi Nadir'i o qənaətə gətirmişdi ki, daim gözü yırtıcıda olmalıdır. Bir gün Nadir'i söhbətə tutdular. Yırtıcını gözdən itirdi. Qəfil bunu duyanda onun fikrini bilərəkdən yayındırdıqlarını başa düşdü. Ətrafa diqqət edəndə Vahidi də görmədi. Onu söhbətə tutan yırtıcının əlaltılarından biri idi. Tutub onu boğazladı. De görüm haradadırlar. Hədələdi. Zorla xəbər aldı. Tez qalxıb göstərilən səmtə getdi. Yekəpərliyinə arxayın olan yırtıcı gəncin üstünə tək özü getmişdi. Bu mənim haqq hesabımdır, qarışmayın demişdi. Nadir gözətçiləri və ətrafdakiləri duyuq salmamaq üçün bacardığı qədər asta, amma iri addımlarla göstərilən yerə, həyətin görünməyən tərəfində, daldada olan binanın arxasına çatanda, Vahidin əlindəki şişi qanlı, yırtıcını isə yerdə qan içində çabaladığını gördü. Vahid qorxmuşdu. Elədiyini tam anlamırdı. Nadir kişi ona çatıb şişi əlindən aldı. Qaç, dedi. Vahid bərəlmiş gözləri ilə naməlum bir səmtə baxırdı. Deyiləni eşitmirdi. Nadir kişi başa düşdü ki, qan onu tutub. Ona möhkəm bir sillə çəkdi. Ayıl, özünə gəl. Vahid keyləşmiş kimi baxırdı. Qaç, səni burada görən olmasın. Bəs sən... Özünə gəlməyə başlayan Vahid kekələdi. Get, itil buradan dedim sənə. Səsini boğaraq dedi Nadir kişi. Vahid onun üzündəki ifadədən qorxdu və oradan qaçdı. Nadir kişi yerdə qan içində uzanan yırtıcıya yaxınlaşıb, səni mən vurdum. Səninləyəm. Bunu mən etdim. Təkrar et. Yırtıcı onun gözlərinin içinə baxdı, dinmədi. Dedim təkrar et. De ki, bunu sən etdin. Yoxsa səni buradaca bitirərəm, deyib əlindəki şişi onun boğazına dirədi. Bunu sən etdin, dedi xırıldayan səslə. Bax belə, əks təqdirdə səni yaşatmaram. Yəqin ki, yırtıcını bir uşaq vurub demələrini də istəməzsən. Yox, anladım. Mənə həkmə çatdır, yalvarıram. Yırtıcı zarıdı. Xəbər tez yayıldı. Yırtıcını şişləyiblər. Vahidlə söhbətində Nadir bərk-bərk tapşırdı. Oğul, mən səni bir oğul kimi sevdim. Sən mənim buradakı həyatıma məna qatdın, rəng qatdın. Mənə valideyn hisslərini yaşadan adam oldun. Mənə görə heyfslənmə. Arxada gözləyənim, ağlayanım yox. Sənin isə anan var. Onun xətrinə özünü qoru. Çıx, oxu, bir sənət sahibi ol. Bir də sənə bir tövsiyəm. Sevdinsə, sevdiyin qızı itirmə. Gecə olmadan evlən, anan nəvə görsün, deyib onunla vidalaşdı. Vahid onu bərk-bərk qucaqladı. Nadir kişi, sən mütləq çıxanda bizə gəl. Anan və mən səni gözləyəcəyik. Ünvan yazıb verdi. Sənə yazacağam, yanına gələcəyəm. Yox, qəti qadağan edirəm. Bu yolu unut, qətiyyətlə dedi. Bu necə ola bilər axı? Mən səni necə unuda bilərəm? Eşit, mən sənə söz verirəm. Çıxanda mütləq sizə gələcəm. Bir şərtlə ki, sən bir də bu qapıya gəlmə. Oldu? Oldu. Amma gələnlərlə nəsə göndərməyə necə? Mənə icazə verirsən? Yox, heç ona da icazə vermirəm. Beləcə söz versə də Vahid onu unutmadı.
Zəngiləşdi, sovqat göndərdi. Daha doğrusu özü gətirsə də göndərdim deyirdi. 3 il beləcə keçdi və sonra əlaqə kəsildi. Cəza müddəti bitdi. Dəmir darvazanın ala qapısı taqqıltı ilə açıldı. Azadsız, salamat olun, dedilər. İndi budur, Nadir kişi soraqlaşaraq gəlib axtardığı ünvanı tapdı. Kiçik bir mərtəbəli həyət evinin qarşısında bir anlıq ayaq saxladı. Dərindən nəfəs aldı və ehtiyatla darvazanı taqqıldatdı. Kimdir? Bağışlayın, bu vaxt narahat edirəm. Vahid evdədir? Vahid? Yox, evdə deyil. Kimsən ay adam? Bəs özü haradadır? Ay adam, soruşuram, kimsən? Vahidi neynirsən? Vahid mənə ünvan vermişdi. Neçə illər əvvəl, orada olanda. Qadın qapıya tələsdi. Hə, gəldim, bildim, deyə səsləndi. Darvazanın ala qapısını açdı. Salam, buyurun. Mənə demişdi ki, ünvan verib. Nadir həyətə daxil oldu. Qadın irəli düşüb evə tərəf getdi. Gəlin, buyurun içəri, deyib qapını açıq saxladı. Nadir kiçik dəhlizə girən kimi evin istisini canında hiss etdi. Ayaqqabılarını çıxartdı. Üst geyimini soyunub asılqanı keçirtdi. Əl torbasını bir küncə atdı. O soyununca qadın mətbəxə keçib çaydan qoydu. Buyurun, çəkinməyin, keçin, əyləşin, dedi. Ala qaranlıq dəhlizdən gür işığı otağa keçən Nadir diqqətlə qadına baxdı. Siz Vahidin anasısınız? Bəli. Nadir kişi yenə qadına bir diqqət yetirib, yox, bu ola bilməz, dedi. Qadın qəribə bir tərzdə ona diqqət yetirən bu yad adamın təəccübünü anlaya bilmədi. Gözlərini geniş açıb Nadir kişiyə baxdı. Necə bəyəm? Zöhrə, bu sənsən? Dili dodağı əsə-əsə soruşdu. Zöhrə diqqət yetirdi. Üz gözünü saqqal bürümüş adamı tanıya bilmədi. Mənəm, Nadir. Çox dəyişmişəm. Heç anam da görsəydi tanıya bilməzdi. Qadının əl-ayağı əsdi. Ayaq üstə dayana bilmədi. Əlini ağzına apardı, qışqırmasın deyə. Səntirlədi. Nadir tələsik özünü getirib onu tutdu. Divana çatdırdı. Zöhrə hönkürtü ilə ağlayırdı. Nadir onu qucaqlayıb göz yaşlarından boğularaq güclə bir kəlmə "Sakit ol Zöhrə" deyə bildi. Beləcə xeyli baş-başa verib ağlaşdılar. Bir qədər sakitləşdikdən sonra Nadir yuyunub Zöhrənin hazırladığı süfrənin başına keçdi. Bağışla, hazırlığım yoxdur. Bilsəydim, bir şeylər hazırlayardım. Min bərəkət, çox sağ ol. Sən nə biləydin ki, gecənin bir vaxtı 2 ilə qayıdacam deyən 27 ilə gəlib çıxacaq. Gəlib qapını döyəcək, səndən sığınacaq istəyəcək. Uzun-uzadı danışdılar. Mən səni çox axtardım, evinizə getdim Zöhrə. Sən niyə belə yoxa çıxdın? Zənglərimə cavab vermədin. Səbəblərim oldu. Yoxsa məni unuttun, başqasını sevdin, Zöhrə dinmədi. Unutmağa, lap nifrət etməyə haqqım var idi, bilirəm. Mən axmaqlıq etmişdim. Zöhrə onun gözlərinin içinə baxıb utqunaraq, mən bətnimdə sənin körpəni daşıyarkən necə başqasını sevə bilərdim, dedi. Mənim körpəmi? Sən nə danışırsan Zöhrə? Yoxsa Vahid? Qəhər onu boğdu, ayağa qalxdı. Vahid mənim oğlumdur. Zöhrə ağlayırdı. Nadir şok keçirirdi. Dəli kimi qalxır, oturur, o baş bu başa gedir, gəlir, eşitdiyinə heç cür inana bilmirdi. Qalxıb Zöhrəyə yaxınlaşdı, onu bərk-bərk sinəsinə bastı. Zöhrə, mənim oğlum var. Məni necə bəxtəvər etdin sən? Sonra onu bir qədər kənarlaşdırıb, bəs mənə niyə bildirmədin? Niyə axı? Mən uça-uça gələrdim yanınıza. Bir qədər sakitləşdikdən sonra divandaca yan-yana oturub dərdləşdilər. Nənəm halımdan xəbərdar olanda ünvanımızı dəyişdirməli olduq. Ərdə olmayan bir qızın hamilə olması biabırçılıq sayılır, bilirsən. Nənəm əvvəl uşağı rədd etməyimi tələb edirdi. 10 yaşlı qardaşıma, üstəlik də körpəyə necə baxacağımı dərd edirdi. Bir qədər sonra nənəmi itirdim. Dedilər qocalıqdan öldü. Amma yox,
Onu dərd öldürdü. Vətən həsrəti, ana atamın ölümü ona azmış kimi bu yandan da mən onu dərdə salmışdım. Qardaşımı internet məktəbə qoymalı oldum. Özüm isə işləməli, doğacağım körpəm üçün hazırlıq görməli idim. Bu evi görürsən, bax bu evin sahibəsi yaşlı qadın mənə həyan oldu. O işlədiyim xəstəxanada xadimə idi, kimsəsiz idi, məni evinə gətirdi, mənə yiyə durdu. Uşaq doğulanda da onun əyin başına lazım olanları özü aldı. Körpəmə nənəlik etdi. Öləndə evi mənə bağışladı. Dedi, arxayın gedirəm, evim boş qalmayacaq, çırağım sönməyəcək. Onun əllərini əllərində tutub üz-üzə oturub diqqətlə dinləyirdi Nadir. Belə çətin günlərdə niyə mənə xəbər vermədin axı? Bu qürur idi, ya mənə olan acığın, küskünlüyün, ya nifrətin imkan vermirdi sənə. Mən sənə heç nifrət etmədim ki. Sən həmişə mənimlə idin. Əlini sinəsinin üstündə saxladı. Burada, qəlbimdə, dedi. Bəs səbəb nə oldu? Bəzən heç böyük bir səbəb gərəkmir ki. Nənəm rəhmətə gedəndə özümü tamam itirmişdim. Qonşular sağ olsunlar, köməyimə yetişdilər. Bilmirəm, harda, nə vaxt telefonumu itirdim, ya uğurlatdım. Dərd də orasında idi ki, nömrəni də əzbər bilmirdim. Nadir onu qucaqlayıb, sən nələr çəkmisən Zöhrəm, dedi. Nadir sakitcə Zöhrənin hekayətini dinləyir, ötüb keçənlərə, illərə heyfslənir, Zöhrənin nə çətinliklər yaşadığına özünü günahkar sayırdı. Kiçik bir səhvimə görə cəzalandım. Sən bizim sevgimizi səhv mi sayırsan Zöhrə? Bu mənim yanlışım idi, sevgimizin nə günahı? Yox, günahkar tək sən deyildin. Elə mən də özümü çox qınadım. Sənin dərdli vaxtında sənə dayaq olmaq istərkən özümü unutdum, özümü düşünmədim. Məni bağışla Zöhrə. Mən anamı itirəndə bütün dünyam dağıldı. Acizlik etdim. Təklikdən qorxdum. Halbuki sən gənc qızcığaz mənə nə qədər kömək oldun o vaxtda. Mən isə sənə sözünü tamamlaya bilmədi. Sonra Zöhrənin gözlərinin içinə baxmaqdan utanaraq səhvini boynuna alan uşaq kimi sıxıla-sıxıla bəlkə də səni itirəcəyimdən, əlimdən buraxacağıma qorxdum, dedi. Olan oldu. Mən peşman deyiləm. Düzdür, çətinliyim, məhrumiyyətim çox oldu, amma Vahid kimi qəhrəman anasıyam. Necə yəni qəhrəman? Vahid də vətən uğrunda döyüşlərdə iştirak edib. Afərin ona. Qürur duydu oğlu ilə. Sən gözəl evlad yetişdirmisən Zöhrə. Bəli, Vahid qazidir. Sözün düzü mən buraxmaq istəmirdim. Axı bircə qardaşımı da itirdim aprel döyüşlərində. Nadir çox heyfsləndi. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məlum məsələ yeganə övladım dayağımdır. Onu da itirməkdən qorxurdum. O isə yox, mütləq getməliyəm, dedi. Səhvlərimi özümə keçmək üçün. Mənə görə özünü oda atan o adamın əvəzinə bu canı vətən uğrunda qurban verməyə hazıram. Şəhid olmağı belə sevinclə, fərəhlə qəbul edərəm, dedi. Düz edib, doğru fikirləşib, afərin ona. Deməli ona görə əlaqə kəsilib. Mən də yaman narahat olmuşdum ki, ona görəsən nə olub. Olmuşdu, düz hiss eləmsən, yaralanmışdı. Şükür ki, indi hər şey yaxşıdır. Çox şükür. Şəkillərinə baxmaq istəyirsən? Necə yəni istəyirsən? Mütləq gətir baxım. Allaha qurban olum, bu yaşımda necə sevindirdi məni. Zöhrənin gətirdiyi şəkillərə bir-bir diqqətlə baxıb, fərəh və qürurla, necə də dəyişib, əsl kişi olub, maşallah, dedi. Nəmlənmiş gözlərini əlinin arxası ilə sildi. Zöhrə isə ayaq üstə dayanıb, ömrünü həsrəti ilə yaşadığı Nadirə diqqətlə baxırdı. Zöhrə, bəs heç məndən danışmırdı sənə? Yox, niyə ki danışırdı? Düzdür, adını demirdi, amma deyirdi ki, orada bir kişi var, ömrü boyu ona borclayam, xəcalətindən heç cür çıxa bilmərəm. Soruşanda ki, bu kişi nə edib sənin üçün? Deyirdi ki, bəlkə də doğma atanın eləməyəcəyini edib.
Bu iki kişi arasında olan söhbətdir, açılmaz. Demək bu sənsənmiş. Allahın yazısına bax. Kimin ağlına, gümanına gələrdi sizin belə görüşəcəyiniz? Hə, Zöhrə, məsəl var deyirlər, biz güman edirik, yaradan yer verir. İndi məni bir dərd alıb, ay Nadir. Nə dərd, nə olub? Təşvişlə soruşdu Nadir. Artıq heç bir dərdə, ayrılığa gücü, taqəti qalmamışdı. Deyirəm, Vahid görəsən bu xəbəri necə qəbul edəcək? Sən məndən ona heç söhbət eləməmsən? Qəti bir söz deməmsən? Yox, axı nə deyəydim? Yəni heç soruşmurdu ki, demirdi ki, atam kimdir, hanı? Bəlkə də soruşurdu, amma ürəyində. Məni incitməmək üçün səsini çıxartmırdı. Bəs yaxşı, sən heç məni axtarmaq, görmək fikrində olmurdun? Sözün düzü, əvvəllər səni çox gözlədim. Sonra başım öz halıma elə qarışdı ki, özümü belə unutmuşdum. Deməli, məni unutmağa çalışırdın. Düz edirdin. Mən atamı pis adam zənn edirdim. Ona nifrət bəsləyirdim. Anam məni danlayır, nə olur olsunla sənin atandır deyirdi. Mən atamdan da pis adam oldum, Zöhrə. Özümü bağışlaya bilmirəm. Mən sonralar sevə bilmədim. Bilirsən? Bilirəm. Vahid deyirdi ki, ailə də qurmamısan. Hə, görürəm elə sən də. Mən bütün sevgimi oğluma verdim. Mən atasının da, nənəsinin də əvəzinə onu sevdim, əzizlədim. Gecədən xeyli keçmişdi. Amma söhbətləri bitmək bilmirdi. Nadir Vahidin uşaqlığı, nadinclik və şıldaqlıqları haqda Zöhrənin yerli yataqlı, sevgi və fərəhlə söylədiyi əhvalatları dinləməkdən doymurdu. İtirilmiş vaxtını geri qaytarırlarmış kimi səhərin açılmasını uzatmaq istəyirdi. Gözəl söhbətlər içində özünü oğlu ilə, sevdiyi xanımı ilə o günləri yaşayırmış kimi hiss etmək istəyirdi. Səhərsi gün Zöhrə tezdən oyanan kimi oğluna zəng etdi. Oğul, çoxdan gözlədiyin qonağın gəlib çıxdı. Ana, heç olmasa onu layiqincə qarşılaya bildin? Necədir? Heç yana buraxma. Onun gedəsi yeri, məndən başqa sığınacağı bir kəsi yoxdur. Mən 1-2 saata gəlirəm. Oğul, onda ailəni də gətir. Oldu, ana, gətirəcəm. İçəri otaqda yatmış Nadir kişi telefon danışığını eşidirdi. Qalxıb geyindi, əl-üzünü yuyub Zöhrəni salamladı. Sabahın xeyir. Sabahın xeyir. Vahidlə danışdım, birazdan gələcək. Deməli gələcəklər. Hə, eşitdin deməli, gülümsədi. Sevdiyi qız var idi, evləndilər. Biz artıq nənə babayıq. Nadir bu xoş xəbərdən çaşdı. Əl-ayağa düşdü. Elə isə mən bir dəlləyə gedim. Üz-gözümə bir səhmana salım. Adam arasına belə çıxmayım. Pərt olmasın Vahid. Dayan, qoy sənə dəyişəcək verim. Vahidin burada olan paltarlarından əyninə gələni varsa götür. Üst başın da təzələnsin, deyib içəri keçdi Zöhrə. Gözləri doldu Nadir kişinin. Göz yaşlarını gizlətməyə çalışdı. İçinə axatdı, dönə-dönə udqundu. Hə Zöhrə, həyatımız təzələnir. Sonra birdən üzü tutuldu. Əlində gətirdiyi şalvar və köynəyi ona uzadan Zöhrə narahat oldu. Hə, yenə nə oldu birdən üzünü bulud aldı? Oğlumun hökmünü gözləyim. Çox arxayın danışdım deyəsən. Utanmış bir hal aldı. Vahid şəhərdə ailəsi ilə yeni evində yaşayırdı. Son 2 ayı Nadir kişinin çıxacağını gözlədiyindən, məhz bu ünvanı ona verdiyindən anasından bir müddət bu evdə qalmasını xahiş etmişdi. Hər həftə sonunu da böyük bazarlıq edib bura gəlir, əziz qonağını gözləyirdi. Bugün həmişəkindən də böyük bir bazarlıq etmişdi. Yol boyu hey durmadan Nadir kişi haqqında danışırdı. Əvvəllər də ondan söz açmışdı.
Həbs olunmasından danışmışdı. Yoldaşından heç nə gizlətməmişdi. Ondan elə məhəbbətlə, coşqunluqla danışırdı ki, yoldaşı onu yaman çox istəyirsən dedi. Hə, nə gizlədim? Bəlkə də ata görmədiyimdəndir. Sonra ona tərəf dönüb, bax belə bir ata istərdim, nə gizlədim dedi. Yoldaşı əlini sevgi və qayğı ilə onun qoluna toxundurub, sakit ol, çox həyəcanlanma, fikrin yolda olsun, birazdan görüşəcəyik. Evlərinə çatanda çox həyəcanlı idi. Ürəyi az qala yerindən çıxacaqdı. İçəri girər girməz gür səslə harayladı. Xoş gəlmisən Nadir kişi deyib kişini möhkəm qucaqladı. Səni gümrah gördüm, şükür yaxşısan. Həyat yoldaşını, oğlunu tanıtdı. Bu oğlum Nadir, sənin adını qoymuşam ona. Sevinç, həyəcan dolu hisslərdən çaşıb qalmış Nadir kişi Zöhrəyə baxdı. Hə, anam etiraz eləmədi. Əslində heç qulaq azmazdım da onun etirazına. Nadir kişi uşağı qucağına alıb üz gözündən qoxlaya-qoxlaya öpdü. Öz körpəsini qoxlaya öpə bilməmişdi. İlahi, nə gözəlliklərdən məhrumanmış düşündü. Gözləri doldu. Çox təsirlənmişdi. Ata bax, baba ağlayır, dedi balaca Nadir. Bilirsən, o babanın da adı Nadirdir bala, Zöhrə dedi. Gəlin hər iki Nadirə baxıb, qəribədir. Bir fikir verin, bizim Nadir əmiyə necə də oxşayır. Bu necə ola bilər axı? Vahid diqqət yetirdi. Doğrudan əməlicə oxşayır. Nadir acizanə Zöhrəyə baxdı. Vahid hər ikisinə. Ana, mənim bilmədiyim bir şey var. Nadir kişi sakitcə balacanı yerə qoydu. Gəlin balacanı kənara çəkib qaynanasının üzünə baxdı. Var oğul, var. Sənin mənim illərlə yolunu gözlədiyim, tapa bilmədiyim, yeganə sevdiyim adamı, atanı tapmısan. Nadir ehtiyatla Vahidə baxdı. Onun münasibətini gözlədi. Gəlin donub qalmışdı, ərinə baxırdı. Zöhrə sözünü deyib divana çökmüşdü. Hamı susmuşdu. Vahid bu qəfil xəbərdən bir qədər oyandıqdan sonra yaxınlaşıb, ata deyib onu qucaqladı. Oğul, sən məni bağışlayırsan? Sən məni ata deyib qəbul edəcəksən? Çaşqınlıqla soruşdu Nadir kişi. Mən səni nəyə görə bağışlamamalıyam ki? Mən sənə qəlbimdə çoxdan ata demişəm. Orada sən öz hökmünü verib mənim əvəzimə özünə cəza kəsəndə, həyatın, azadlığın bahasına məni xilas edəndə səni atam kimi qəbul etmişdim. Yaxınlaşıb ata oğul bir daha möhkəm qucaqlaşdılar. Gəlin hönkürən Zöhrəni qucaqlayıb sakitləşdirməyə çalışdı. Balaca Nadir nə olduğunu anlamadığından ağlamağa başladı. Nadir kişi uşağı qucağına alıb Zöhrəyə yaxınlaşdı. Ağlama nənəsi, qorxutma nəvəmisi deyib digər qolu ilə də onu qucaqladı.